Litvada uşaqlar üçün dron məktəbləri açılır. Ölkənin Müdafiə Nazirinin müavini Tomas Godliauskas bildirib ki, bu proqram yalnız müdafiə imkanlarımızı yaxşılaşdırmağa yönəlib. Biz Rusiya və Belarusun qonşuluğunda yaşayırıq. Rusiya təhlükəsinə qarşı 3 milyon 300 min avro xərclənən layihədə dronlarla uşaqlara təlim veriləcək. Belə ki, 10 yaşından etibarən məktəblərdə uşaqlara və böyüklərə FPV, kvadrokopterlər və monoplan pilotsuz uçuş aparatlarının idarə edilməsi, yığılması və proqramlaşdırılması öyrədiləcək. Taurajdakı mərkəzdə tələbələr kompüterdə virtual uçuş simulyasiyaları apararaq, bəziləri isə mini dronları real uçuş testləri ilə sınaqdan keçirərək təlim keçirlər. Maraqlı məqam odur ki, Litva bu qərarı ölkənin hava məkanının Rusiyaya məxsus PUA-larla pozulmasından sonra qəbul edib. Belə ki, yay aylarında Rusiyaya aid dronlar Belarus üzərindən Litvanın hava məkanına daxil olublar. Bu insidentdən sonra rəsmi Vilnius NATO-ya hava hücumlarından müdafiəni gücləndirmək üçün müraciət edib. Qərb 2025 təlimləri zamanı Polşa və Rumuniyaya Rusiyaya məxsus dronların hücum etməsi isə NATOya 1 milyon 200 min avroya başa gəlib. Yəni görünən odur ki, alyans bu cür təxribatlara hazırlıqlı deyil. Məhz bu baxımdan da bəzi ölkələr bu sahədəki çatışmazlıqlarını aradan qaldırmağa çalışırlar. Analitiklərin fikrincə artıq müharibələrdə dronların istifadəsi əsas şərtlərdən biri sayılır. İran istehsalı olan Şahid dronunun modernləşdirilmiş versiyası olan Geran 2 və Gerbera dronlarının qiyməti 10-35 min dollar arasında dəyişir. Yəni bu PUA-lar alyansa baxanda daha az xərclə Polşa səmalarına çatdı. Uzun müddətli perspektivdə F-35-lərin pilotsuz uçuş aparatlarına qarşı istifadəsi heç bir hərbi məna daşımır. Digər tərəfdən Avropada dron təhlükəsi artdığı üçün bir çox ölkə bunun fərqindədir. Gələcək illərdə buna investisiya yatırılmalıdır. Avropanı təşvişə salan Rusiyaya məxsus dronların Rumıniya və Polşaya hücumları real təhlükənin göstəricisidir. Təsadüfi deyil ki, Rusiya Müdafiə Nazirliyi Qərb 2025 təlimlərində pilotsuz təyyarələrin və yer robotlarının kütləvi istifadəsinin əsas diqqət mərkəzində olduğunu açıqlayıb. Üstəlik Moskva bir neçə ay öncə Tatarstanın Yelabuqa şəhərində ildə 6000 dron istehsal etmək gücünə malik zavod istifadəyə verib. Bütün bunlar dron sənayesinin hərbidəki çəkisini artıran məqamlardandır. Hazırda modern orduların gücünü təyin edən ən vacib texnologiyalardan biri olan pilotsuz uçuş aparatları sahəsində üstünlüyün Birləşmiş Ştatlar, Çin, Türkiyə, İsrail və Rusiyada olduğunu deyə bilərik. Lakin 2021-ci ildən etibarən xüsusilə Bayraktar TB2 kimi silahlı pilotsuz uçuş aparatlarının müharibə meydanlarında uğurları sayəsində Türkiyə, Birləşmiş Ştatlar və Çini qabaqlayaraq dünyanın ən böyük pilotsuz uçuş aparatı tədarükçüsü olub. Beynəlxalq göstəricilərə əsasən hazırda Türkiyə dünya dron bazarının əhəmiyyətli hissəsini tutur. Hazırda dronlar süni intellekt, robot texnika sahəsindəki inkişafları ilə gələcəyin əsas texnologiyalarından biridir. Bu gün axtarış və xilas etmə, logistika kimi sahələrdə geniş yayılan dronlar hərbi sahəsində geniş şəkildə istifadə olunması gələcəkdə müharibə şərtlərini dəyişdirə bilər. Lakin PUA hücumlarının qarşısını almaq üçün müəyyən yollar var. Dronlara qarşı çoxdan daha sadə və ucuz metodlar tətbiq edilib. Bu üsullarla hazırda dronların qarşısını alacaq 5 min dollarlıq PUA-lardan istifadə kimi müxtəlif həllər daxildir. Ancaq müəyyən bir zaman sonra bunlar da təsirsiz ola bilər. İndiki halda pilotsuz uçuş aparatları nisbətən ucuz, həmçinin hücum və müdafiə sahələrində effektiv olduğu üçün sürətlə inkişaf edən sektora çevrilib. Digər tərəfdən dron hücumlarından qorunmaq olduqca mürəkkəbdir və çox xərc tələb edir. 2021-ci ildə təxminən 11 milyard 300 milyon dollar olan hərbi və mülki dronların bazarının 2028-ci ilə qədər 26 milyard dollardan çox artacağı proqnozlaşdırılır.